29 Mart OTK-nın 9-cu siniflər üçün təşkil etdiyi sınaq imtahanda istifadə olunmuş sualların izahına baxırıq. 31-ci sual. 3b-də 2a üstü mənfi 3 vurulsun 27b kubunda 4a kvadratı ifadəsini sadələşdirin. Demək, qüvvət mənfidirsə, onda ifadəni tərsi ilə əvəz eləyə bilərik. Onda olacaq 2a-da 3b üstündə 3 vurulsun 4a kvadratı bölünsün 27b kubu. Bu da bərabərdir. 3b'nin kubu olacaq 27b kubu. 2a'nın kubu isə 8a üstü 3 olacaq. Vurulsun 4a kvadratı bölünsün 27b kubu. 27b kubları ixtisar olundu. 4 ilə 8-i ixtisar aparsaq məxrəcdə 2. A kvadratı ilə a kubunda ixtisar aparsaq məxrəcdə bir dənə də a qalacaq. Demək, surətdə bütövlükdə 1 qaldı. Məxrəcdə isə 2a. Doğru cavab A variantı oldu. 32-ci sual. X 3-dən kiçik olarsa, kök altında x çıxılsın 3-ün kvadratı bölünsün x kvadratı çıx 9 ifadəsini sadələşdirin. Deməli, kök altında a kvadratı modul a-ya bərabərdir. Onda biz belə yaza bilərik. Kök altında x çıxılsın 3-ün kvadratı bölünsün x kvadratı çıx 9 bərabərdir. Modulda x çıxılsın 3, x kvadratı çıx 9. X-in qiyməti 3-dən kiçik olduğundan modulun daxili mənfidir. Modulun daxili mənfidirsə, onda moduldan əksi çıxacaq. Yəni 3 çıxılsın x çıxacaq. X kvadratı çıx 9-u da vuruqlarına ayırsaq, x çıxılsın 3, x üstə gəlinsin 3 alarıq ki, bunları ixtisar apara bilərik, amma mənfi 1 qalacaq. Mənfi 1-i qarşıda yazdıq, 1 bölünsün, x üstə gəl 3 alındı. Deməli, mənfi 1 bölünsün, x üstə gəl 3, doğru cavab D variantı. 33-cü sual. Bərabərsizliyinin ən kiçik tam həllini tapın. Deməli, burada baxırıq, x çıxılsın 2 bölünsün, x kvadratı üstə gəlinsin 5 böyükdür 0-dır. Burada məxrəc həmişə müsbətdir, çünki x kvadratının ən kiçik qiyməti 0-a bərabərdir, üstünə 5 əlavə eləmişik. Deməli, məxrəcin ən kiçik qiyməti 5-ə bərabərdir. Onda surətin 0-dan böyük olmalıdır ki, bu ifadə 0-dan böyük olsun. Yəni, x çıxılsın 2 böyükdür 0, x böyükdür 2. X 2-dən böyükdür. Bərabərsizliyin də ən kiçik tam həlli lazımdır. Onda qiymət 3-ə bərabər olar. Doğru cavab C variantı. 34-cü sual. 3 və 4 ədədləri ilə mütənasib olan 2 müsbət ədədin hasili 36 olarsa, onda yazırıq 3k vurulsun 4k bərabərdir 36. Buradan da 12k kvadratı bərabərdir 36. K kvadratı bərabərdir 3. Onda k bərabər olar kök altında 3-ə. Bizim axtardığımız ədədlər 3k bərabərdir 3 kök altında 3-ə. 4k bərabərdir 4 kök altında 3-ə olar. Bu ədədlərin cəmini tapın. 3 kök altında 3, üstə gəlinsin 4 kök altında 3 bərabərdir 7 kök altında 3 alınar. Doğru cavab C variantı. Buradakı ədədlər tərs mütənasib də olmuş olsa, yəni birincisi 3-də 1k, ikincisi 4-də 1k-da olsa, yenə eyni cavabı almış olarıq. 35-ci sual. A və B çoxluqları üçün A, B-nin alt çoxluğudur. NA-da 4 və NB-də 6 element varsa, NA birləşir B, üstə gəlinsin, N, B ilə A-nın fərqi ifadəsinin qiymətini tapmaq lazımdır. Deməli, A, B-nin alt çoxluğudursa, buna bir B çoxluğu desək, A çoxluğu B-nin daxilində yerləşir. Bu da olsun A çoxluğu. A çoxluğunda 4 element var, B çoxluğunda 6 element varsa, onda bura 2 element yazacaq. İndi bizə lazımdır A ilə B-nin birləşməsi. A ilə B-nin birləşməsində olacaq 6 element. B-dən A-nı çıxandan sonra, yəni bu hissəni çıxmış olsaq, onda qalacaq burada 2 dənə element. Bizə bu cəm lazımdır. Bu cəm də bizə verəcək 8-i. 36-cı sual. Həlləri x1 və y1, x2, y2 olan tənliklər sistemi üçün x1 vurulsun x2, üstə gəl y1 vurulsun y2 ifadəsinin qiymətini tapın. Deməli, buradan x çıxılsın 5 vurulsun, y çıxılsın 5 bərabərdir 0, x plus y bərabərdir 6.
Deməli, belə yazırıq da, hasilin 0 olması üçün vurğulardan heç olmasa biri 0 olmalıdır. Yazdıq, x çıxılsın 5 bərabərdir 0. Buradan alırıq ki, x bərabərdir 5-dir. Buna x1 deyək. Bu zaman y1-i təyin eləyə bilirik. x1 üstə gəlinsin y1 bərabərdir 6-dır. Yəni 5 üstə gəlinsin y1 bərabərdir 6. y1 bərabərdir 1 alınır. x1 və y1-i tapdıq. İndi yazırıq, y çıxılsın 5 bərabərdir 0-dır. Buradan alırıq ki, y bərabərdir 5-dir. Buna y2 deyək. Çünki y1-i artıq təyin eləmişik. y2 5-ə bərabərdirsə, onda yazırıq, x2 üstə gəlinsin y2 bərabərdir 6. y2 5-ə bərabərdir deyənə, onda yazdıq, x2 üstə gəlinsin 5 bərabərdir 6. x2 də bərabərdir 1 olar. x2 və y2-ni də təyin elədik. Bizə lazım olan ifadə x1 vurulsun x2 üstə gəlinsin y1 vurulsun y2 ifadəsidir. x1 1-ə bərabərdir. x2 5. Yəni 1-i 1, 1-i 5-dir. Üstə gəlinsin y1 1-ə bərabərdir. y2 isə 5-ə bərabərdir. Bərabərdir 10 oldu. Doğru cavab D variantı. 37-ci sual. A-4, 3 nöqtəsinin absis oxuna nəzərən simmetrik olduğu nöqtənin koordinatlarını tapın. Absis oxuna nəzərən simmetriyada x oxu belə qeyd eləyək, x, y olsun. Yəni, absis x oxuna nəzərən simmetriyadır. X koordinatı olduğu kimi qalacaq, y koordinatı isə əksinə dəyişəcək. Deməli, x koordinatı olduğu kimi qaldığına görə A-4, 3 nöqtəsini açdırıq deyək. X koordinatı olduğu kimi qalacaq, -4 qalacaq. Y koordinatı isə əksinə dəyişəcək, onda olacaq nə? -3 nöqtəsi. Demək, oldu nöqtəmiz -4, -3 nöqtəsi. 38-ci sual. AOB 42 dərəcədir. AOC 25 dərəcədir. BOC-ni tapın. Deməli, BOC-ni tapmaq lazımdır. Buna bir alfa dedik. AOC isə 25 dərəcədir. AOB bütövlükdə, yəni alfa üstə gəlinsin 25 bütövlükdə 42 dərəcəyə bərabərdir. Buradan alfanı tapırıq. 42 çıxılsın 25. 17 olur. Doğru cavab B variantı oldu. 39-cu sual. Diaqonalı 8 kök altında 2 olan kvadratın sahəsini tapın. Kvadratın diaqonalı D bərabərdir A kök altında 2 düsturu ilə tapılır. Bu da 8 kök altında 2-yə bərabərdir. Kök altında 2-lər ixtisar olundu. A bərabər oldu 8-ə. Bizə isə kvadratın sahəsi lazım idi. Kvadratın sahəsi A kvadratıdır. 8-in kvadratı bərabərdir 64 olar. Doğru cavab C variantı. Eyni zamanda S bərabərdir D kvadratı bölünsün 2 düsturu ilə də hesablamaq mümkündür. 40-cı sual. 16-dan kiçik olan sadə ədədlərin sayını tapın. 16-dan kiçik sadə ədədlər 2, 3, 5, 7, 11, 13 ədədləridir ki, bunların da sayı 6-ya bərabərdir. 41-ci sual. Ədəd oxu üzərində hansı nöqtələr A və B, C ədədlərinə uyğun ola bilər? Bu ədədləri müqayisə eləmək lazımdır. Demək, A ədədi bərabərdir 8-də 5, B ədədi bərabərdir 12-də 7, C ədədi bərabərdir 16-da 9. A, B, C, yəni 8, 12, 16 ədədlərinə ortaq məxrəc 48 olacaq. A ədədi onda 48 məxrəcinə gətirsək 6-ya vurmaq lazımdır deyənə 48-də 30. B ədədi 48 məxrəcinə gətirdik. 12-ni 4-ə vurmaq lazımdır. 7-ni də vurduq 4-ə 28. C ədədi 16-nı 3-ə vurmaq lazımdır. 48, bu da oldu 27. Demək, ədədlərdən ən kiçiyi C, sonra B, ən böyüsü isə A-dır. Deməli ki, ən sağda A ədədi, ən solda isə C ədədi yerləşməlidir. B isə ortada. Ən sağda A ədədi. Doğru cavabımız oldu C variantı. 42-ci sual. K parametrinin hansı qiymətində bərabərliyi doğru olar? Mütərizənin vurub açdıq oldu 2AK, çıxılsın 4K, çıxılsın 3A, üstə gəlinsin 6, bərabərdir 3A çıxılsın 6.
2AK çıxılsın 3A çıx 4K üstəgəl 6 bərabərdir 3A çıxılsın 6. A-nı çıxartdıq mötərizə xaricinə 2K çıxılsın 3 vurulsun A üstəgəlinsin 6 çıxılsın 4K şəklində yazaq bərabərdir 3A çıxılsın 6. Deməli burada bu bərabərliyin doğru olması üçün A-nın əmsalları bir-birinə bərabər olmalıdır. Yəni 2K çıxılsın 3 bərabərdir 3 olmalıdır ki, buradan 2K bərabərdir 6, K da bərabərdir 3 olduğunu alırıq. Eyni zamanda 6 çıxılsın 4K bərabərdir mənfi 6, yəni mənfi 4K bərabərdir mənfi 12, K da bərabərdir 3 olmalıdır. Hər ikisi ödəndiyindən deməli K-nın qiyməti 3-ə bərabər olar. Bu formada da yaza bilərik. Olar 2K çıxılsın 3 vurulsun A çıxılsın 2 bərabərdir 3. 3'ü çıxartdıq burada mötərizə xaricinə A çıxılsın 2 qaldı. A 2-dən fərqlidir deyənə bunları ixtisara apara bilərik. Onda qalar 2K çıxılsın 3 bərabərdir 3. 2K bərabərdir 6. K da bərabərdir 3. Doğru cavab yenə C variantı olar. Kubun tilini 20% artırdıqda tam səthinin sahəsi necə dəyişər? Deməli, kubun tili ilə tam səthinin sahəsi S bərabərdir 6A kvadratıdır. Demək, kvadratik asılıdır. Kubun tilini 20% artırırıq. Əgər tilinə A desək, onda 20% artırandan sonra 1,2A olar. Bunu da kvadrata yüksəldəndə A kvadratı, bunu da kvadrata yüksəltdik. 1,44A kvadratı olar. Bunu da faizə çevirsək 144%. Bizə də deyir ki, sahəsi necə dəyişər? Bu da 144% olduğundan 44% artmış olar. 44-cü sual. Qutuda 8 ağ, 4 qara kürə var. Təsadüfi seçilmiş bir kürənin ağ rəngli olması hadisəsinin ehtimalını tapın. Mümkün halların sayı 8/4-dür, yəni 12-dir. Bizə isə bir kürənin ağ olması ehtimalı lazımdır. Bu da 8-dir. Demək 12-də 8, 4-də ixtisar aparsaq 3-də 2 alarıq. Doğru cavab D variantı oldu. 45-ci sual. Hansı ifadələr bir hədli deyil? Demək, birinci məxrəcində dəyişən olduğundan bir hədli deyil. Buradan A üstü mənfi 2 vurulsun B kubu. A üstü mənfi 2 bizə verir 1 bölünsün A kvadratını, surətdə də B kubu. Demək, məxrəcində dəyişən olduğundan bir hədli deyil. Kök altında 2 vurulsun A, bu bir hədli olacaq. Əmsalı da kök altında 2-yə bərabər olacaq. Bizə bir hədli olmayanlar lazımdır deyənə 3 lazım olmadı. Doğru cavabımız 1 və 2 A variantı oldu. 46-cı sual. A və B ədədlərinin hasilinin standart şəkildə yazılışında tərtibin qiymətli hissədən neçə dəfə böyük olduğunu tapın. Deməli, A ədədini yazırıq 2 vurulsun 10 üstü 3. B ədədini yazırıq 8 vurulsun 10 üstü 4. Bizə lazımdır A ədədlərinin hasilinin standart şəkildə yazılışı. 2 vurulsun 8 vurulsun 10 üstü 3 vurulsun 10 üstü 4 bərabərdir. 16 vurulsun 10 üstü 7. Bu standart şəkil deyil, çünki qiymətli hissə 1 və 10 arasında olmalıdır. Onda bunu belə yazacağıq. 1,6 vurulsun 10 üstü 8. İndi qiymətli hissə 1,6-ya, tərtibi isə 8-ə bərabərdir. Bizə deyir ki, yazılışında tərtibin qiymətli hissədən neçə dəfə böyük olduğunu tapın. Yəni 8 1,6-dan neçə dəfə böyükdür? Bunu təyin eləməliyik. 8-i böldük 1,6-ya. Surət və məxrəcini ona vursaq 80 bölünsün 16 bərabərdir 5 alarıq. Deməli 5 dəfə böyükdür. 47-ci sual. A və B natural ədədləri üçün 2A bərabərdir 3B olarsa əbob, AB 6 olarsa A üstəgəl B cəmini tapın. Demək, buradan yazırıq 2A bərabərdir 3B-dən alırıq ki, A bərabərdir 3K-dır, B də bərabərdir 2K-dır. Aparıb yerinə yazırıq. Əbob 3K 2K bərabərdir 6-dır. Buradan K-nı çıxardırıq əbobun qarşısına. Əbob 3, 2 bərabərdir 6. 3 ilə 2 qarşılıqlı sadə ədədlər olduğundan əbobu 1-ə bərabərdir. Buradan aldıq K bərabərdir 6.
K 6-ya bərabərdirsə, onda A ədədi 6 dəfə 3 18, B ədədi isə 6 dəfə 2 12-yə bərabərdir. Bizə A plus B cəmi lazımdır. 18 üstə gəlinsin 12 bərabərdir 30 olar. 48-ci sual. Bir xarici bucağı 45 dərəcə olan düzgün çoxbucaqlının bütün diaqonallarının sayını tapın. Bir xarici bucağı 45 dərəcədir. Xarici bucaqların belə təyin edə bilirdik də. Bir xarici bucağın 360 bölünsün n bərabərdir 45 dərəcədir. Buradan da alırıq ki, n vurulsun 45 bərabərdir 360, n də bərabərdir 8. Deməli, düzgün 8 bucaqlıdan söhbət gedir. Diaqonallarının sayını tapmaq üçün də n vurulsun, n çıxılsın, 3 bölünsün 2 düsturundan istifadə edirik. Yəni 8 vurulsun 5 bölünsün 2, bu da bərabərdir 20 olar. Bütün diaqonallarının sayı 20-yə bərabər olar. 49-cu sual. B ədədi A ədədindən 20% çoxdur. Deməli, B ədədi bərabərdir 1,2 A, 20% çox budur. C ədədi A ədədinin 20%-nə bərabərdir. C bərabərdir A ədədinin 20%, yəni 0,2 A-ya bərabərdir. Onda B bölünsün A üstə gəlinsin. A bölünsün C ifadəsinin qiymətini tapın. Gətirib B və A-nın qiymətlərini yerinə yazırıq. Olacaqlar B bölünsün A üstə gəlinsin A bölünsün C. Bu da bərabərdir. B-nin qiyməti 1,2 A bölünsün A. Üstə gəlinsin, A bölünsün 0,2 A. A-lar ixtisar getdi, bərabərdir 1,2 üstə gəlinsin. 1 bölünsün 0,2 bizə verəcək 5-i, bu da bərabərdir 6,2 olar. 50-ci sual. Kökləri x1 və x2 olan kvadrat tənliyi üçün x1 vurulsun x2 bölünsün x1 üstə gəl x2 ifadəsinin qiymətini tapın. Deməli, çevrilmiş kvadrat tənliyidir. Bu tənliyə Viet teoremini tətbiq eləyə bilərik. Viet teoreminə görə x1 vurulsun x2 bərabərdir -7, yəni sərbəst. x1 üstə gəlinsin x2 isə əks işarə ilə ikinci əmsala bərabərdir. Bu da bərabər oldu -5-ə. Bizə lazım olan ifadə x1 vurulsun x2 bölünsün x1 üstə gəlinsin x2 bərabərdir -7 bölünsün -5, mənfilər ixtisar olundu. 7 bölünsün 5, 1,5-də 2 və yaxud da ki 1,4 olar. 51-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB və BC bir-birinə bərabərdir. Qövs AMB 100 dərəcədir. Bucaq ABC-nin dərəcə ölçüsünü tapmaq lazımdır. Bu alfanı təyin eləmək lazımdır. Deməli, bərabər vətərlərin ayırdığı qövslər bərabər olur deyənə BC qövsü də 100 dərəcəyə bərabərdir. Buradakı AC qövsünü təyin eləyə bilərik. Deməli, AC qövsü bərabərdir 360 çıxılsın 100, 100, yəni 200 bərabərdir 160 dərəcə olar. AC qövsünü təyin elədik ki, 160 dərəcədir. B bucağı da 160 dərəcəli qövsə söykənən daxilə çəkilmiş bucaq olduğundan onda alfa da bərabərdir AC qövsünün yarısına. Bu da bərabərdir 160 bölünsün 2-yə bərabərdir 80 dərəcə olar. 52-ci sual. Mərkəzi -3,4 nöqtəsində olan çevrə N 9-1 nöqtəsindən keçir. Çevrənin uzunluğunu tapın. Demək, birinci mərkəz və çevrə üzərindəki nöqtə bizə radiusu verir. Radiusunu təyin eləyə bilərik. Radiusu MN məsafəsinə bərabər olacaq. İki nöqtə arasındakı məsafə düsturunu tətbiq eləyirik. Onda olacaq 9 çıxılsın -3-ün kvadratı üstə gəlinsin -1 çıxılsın 4-ün kvadratı bərabərdir. 9 çıxılsın -3 12-nin kvadratı üstə gəlinsin -5-in kvadratı. Bu da bərabərdir. Kök altında 144 üstə gəlinsin 25. Kök altında 169 bərabərdir 13 olar. Radiusu təyin elədik ki, radius 13-ə bərabərdir. Bizə çevrənin uzunluğu lazımdır. Çevrənin uzunluğu 2πr düsturu ilə hesablanır. 2π vurulsun 13, bu da bərabərdir 26π olar.
53-cü sual. ABC düzbucaqlı üçbucağında bucaq ABC 90 dərəcədir. CD tənböləndir. AD 3-ə bərabərdir, BD 2-ə bərabərdir. AC tərəfini tapın. Tənbölənin xassəsinə görə AC bölünsün AD bərabərdir BC bölünsün BD yaza bilərik. Onda bu qaydanı tətbiq eləsək BC-yə 2K, AC-yə də 3K deyə bilərik. Artıq bütün tərəfləri təyin eləmişik. Bütün tərəfləri təyin eləmişik deyənə Pifaqoru tətbiq eləyə bilirik ABC üçbucağına. Onda olacaq 2K-nın kvadratı üstə gəlinsin. Bu katet bütövlükdə 5-ə bərabərdir. 5-in kvadratı bərabərdir 3K-nın kvadratı olar. Bu da oldu 4K kvadratı üstə gəlinsin 25 bərabərdir 9K kvadratı. Keçirdik bu sağ tərəfə. Oldu 5K-nın kvadratı bərabərdir 25. K kvadratı bərabərdir 5. K da bərabər oldu kök altında 5-ə. K-nı təyin eləyə bildik. Bizə isə AC tərəfi lazım idi. AC tərəfi bərabərdir 3K-dır. Yəni 3 kök altında 5 olar. 54-cü sual. Sahədə olan məhsulun əvvəlcə 8 tonunu, sonra isə qalan məhsulun 5/3 hissəsi yığıldı. Bundan sonra qalan məhsulun kütləsi yığılan məhsulun kütləsindən 2 dəfə az oldu. Deməli, sahədə x ton məhsul var idi. Əvvəlcə 8 tonunu yığdılar deyənə sahədə qaldı x çıxılsın 8 ton. Sonra məhsulun, qalan məhsulun, yəni x çıxılsın 8 tonun 5/3 hissəsi də yığıldı. Bu yığılan, ikinci dəfə yığılan hissə əvvəlcə 8 tonu da yığılmışdı. Bu oldu ümumi yığılan məhsul. Bundan sonra deyir, qalan məhsulun kütləsi yığılan məhsulun kütləsindən 2 dəfə az oldu. Deməli, qalanı olacaq x çıxılsın 8 vurulsun 5/3 üstə gəlinsin 8. X-dən çıxdıq ümumi yığılanı, bu oldu qalan məhsul. Bizə də deyir ki, bundan sonra qalan məhsulun kütləsi yığılan məhsulun kütləsindən 2 dəfə az oldu. Demək, qalan məhsulu 2-yə vursaq yığılan məhsulun kütləsinə bərabər olur. Tənliyi qurduq. Deməli oldu 5/3 x çıxılsın 8 üstə gəlinsin 8 bərabərdir. 2x çıxılsın x çıxılsın 8 vurulsun 5/6. Qarşıda mənfi var deyənə çıxılsın 16. 5-i yox eləmək üçün hər tərəfin 5-ə vuraq. Olsun 3x çıxılsın 8 üstə gəlinsin 5 dəfə 8 40 bərabərdir 10x çıxılsın x çıx 8 vurulsun 6 çıxılsın 80. Bu da oldu 3x çıxılsın 24 üstə gəl 40 bərabərdir 10x çıxılsın 6x üstə gəlinsin 48 çıxılsın 80. X-ləri bir tərəfə yığdıq. Deməli, bunu da keçirsə bu üzə x bərabərdir. Bu da bərabərdir 48. X bərabərdir 48 ton oldu. 55-ci sual. Fx bərabərdir ax kvadratı üstə gəlinsin bx üstə gəlsin funksiyasının qrafikinə əsasən f-a-nı tapın. Əvvəlcə funksiyanın qrafikini quraq. Burada baxırıq, C nöqtəsi var. Bir də x0 və y0 nöqtələri var. Yəni, parabolanın təpə nöqtəsinin koordinatları var. Deməli, biz funksiyanı belə də göstərə bilirik. Fx bərabərdir a vurulsun, x çıxılsın m-in kvadratı üstə gəlinsin n-dir. Deməli, təpə nöqtəsinin koordinatları ilə verilmiş funksiyanın qrafikini bu şəkildə yaza bilirik. İndi yazırıq, fx bərabərdir a vurulsun, x çıxılsın 2, m 2-yə bərabər olduğundan kvadratı üstə gəlinsin, n-in dəyərinə nə yazacaq? -5. Buna görə də üstə gəlinsin yox, elə çıxılsın 5 yaza bilərik birbaşa. Sonra y oxunu -3 nöqtəsində kəsir. Bu nə deməkdir? X-in yerinə 0 qiyməti yazsaq, y -3 alar. X-in yerinə 0 qiyməti yazsaq, y -3 alar. A vurulsun, x-in yerinə 0 yazdıq oldu 4, çıxılsın 5.
5'i keçirdik bu tərəfə, oldu 4a bərabərdir 2. Buradan da a bərabərdir 2-də 1. Onda funksiyamız bu şəkildə olacaq. F(x) bərabərdir 2-də 1. X çıxılsın 2-nin kvadratı, çıxılsın 5. İndi bizə deyir ki, f(a)nı tapın. f(a), a-nı da təyin eləmişik ki, 2-də 1-dir də. Yəni f(a) olacaq f(a), yəni f(2)də 1. Bu da bərabərdir. 2-də 1 vurulsun. 2-də 1 çıxılsın 2-nin kvadratı, çıxılsın 5. Bərabərdir. 2-də 1 vurulsun. 2-də 1-dən 2-ni çıxanda oldu 2-də 3. Kvadratı da oldu 4-də 9, çıxılsın 5. Bərabərdir. 8-də 9, çıxılsın 5. Ortaq məxrəcə gətirdik. 8-də 9 çıxılsın 40. Bu da bərabərdir. -8-də 31.